Gəncə şəhərinin Məsədi qəsəbəsi. Güclü yağışın ciddi fəsadlar yaratdığı ərazilərdən biri buradır. Qəsəbənin məhəllələrindən birində bəzi evləri və həyatyanı sahələri su basıb. Sel suları Məsədi qəsəbəsində təxminən 15-ə yaxın evdə bu cür mənzərəni ortaya qoyub. Sel suları evlərin həyatyanı sahələrinə, oradan isə zirzəmlərə və evlərin içinə daxil olmaqdadır. Vəziyyət çox pis. Evim uçmaq üzrədir. Padvallarım dolub. Artizan suyun altında, 2 dənə də transformator suyun altındadır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Su Kanal İdarəsinin və digər müvafiq qurumların əməkdaşları cəlb olunub. Müəyyən işlərin görülməsi prosesi baş verir, gedir. Hal-hazırda gördüyünüz kimi fərdi yaşayış evlərindən suların çəkilməsi və kənarlaşdırılması istiqamətində işlər davam etdirilir, bundan sonra da davam etdiriləcəkdir. Şimal bölgəsinin dağ kəndlərində qar, digər ərazilərdə yağış və çovğun müşahidə olunur. Bir çox yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Leysan xarakterli yağışdan sonra yaranan sel suları ən ciddi fəsadı rayonun Vladimirovka kəndinə vurub. Belə ki, arxa fonda da gördüyünüz kimi evlərə və həyətlərə su dolub. Səhər saatlarını durub gördüm. 2 zabormu, bir padvalı su basıb, onun dərindəki ev quşu su aparıb. Hal-hazırda padvalı sudur, yarıyaca sudur. Evə də çat düşüb. Güclü yağış Kürdəmirdə də xeyli çətinlik yaradıb. Şəhər ərazisində əksər küçələr tam bu vəziyyətdədir. Küçələrə yığılıb qalmış yağış suları eyni zamanda həyətyanı sahələrə də dolur. Küçəmiz suyun içində, baxın görün. Həyətyanı sahə də suyun içindədir, dizəcən, sapoğa boy vermir. Səhər saat 7-dən bütün texnikalar Su Meliorasiya İdarəsinin və Kommunal Müəssisələr Kombinatının mənzil istismar sahəsinin texnikalar cəlb olunub, əlavə motorlar cəlb olunmaqla arada olan yağış sularının aradan qaldırması barədə indiyə kimi də tədbirlər görülür, davam etdirilir. Prospektlərdən də təmizləyirik, yollardan da çəkilir. Harada kritik vəziyyət varsa orada işte tədbirlər görülür, həyətlərdən də çəkilir. Şamaxıda intensiv yağış və sel rayonun dağ kəndləri ilə yanaşı mərkəzində də ciddi fəsadlara yol açıb. Güclü külək müxtəlif ərazilərdə iri gövdəli ağacları, telefon dirəklərini aşırıb, elektrik nəqillərini qırıb. Rayonun Qaleybuğurt və Dalışnuru ərazilərində aramsız yağış daşqınlara səbəb olub. Nəticədə kəndlərə gediş-gəliş tamamilə dayanıb. Saat 10-dan gedə bilmirəm, kəndə qalmışıq burada. Yol da bu gündədir, bərbad gündədir. Uvazlar batıb qalıb burada, kamazlar da çıxartılacaq. Konkret kəndə getmək mümkün deyil, yol pis gündədir. Nəqliyyatın hərəkətinin bərpası üçün əraziyə texnikalar cəlb olunub. Ağsuda isə ölümlə nəticələnən hadisə baş verib. Kalva kəndi ərazisində yol təmir işləri aparan işçilər yağışın başlamasını görərək təhlükəsizlik məqsədi ilə ekskavatorun içərisinə yerləşiblər. Lakin çaya sel gəlib və güclü axının təsiri ilə ekskavator aşıb, bir nəfər həyatını itirib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Yaralılar ekskavatorun içindən çıxarılaraq Şamaxı rayon mərkəzi xəstəxanasına təxliyə ediliblər. Xaliq Qurbanlı, Rauf Əhmədov, Elnur Ələkbərov, Vahid Fəxri, Rəşidə Zülfüqarova, ATV Xəbər.